restoran sahibləri və restoran açmaq fikri olan sahibkarlara qısa nə məsləhət görərdin Orxan? Konsepti başa düşüblərsə, hansı konseptdədir? Yəni ondan sonra professional tapmaq lazımdır. Sonra fikirləşməsinlər ki, niyə görə bu mətbəx balacadır, ya niyə bu mətbəx çox böyükdür? Niyə görə bu mətbəxdə xaladelnik var, amma onu heç kim işlətmir? Ya nabarot, niyə görə bu mətbəxdə xaladelnik yoxdur? Ən böyük səhvlər orada olur. Professional komanda tapmaq. Komanda. Şef nə üçün? Konsepti başa düşmək üçün. Misal üçün, konseptimiz nədir? Kababxana. Misal çəkirəm. To sizdə düzgün kababçı olmalıdır. Yəni kim bilir ki, ona 10 dənə qoyun satmaq üçün, misal üçün nə qədər yeri var? 100 nəfər üçün pasatka. Bəlkə take-away-də işləyəcəklər də. Yəni banket zalı var yoxsa yoxdur? Ona görə mütləq hər şeyi professionalla başlamaq lazımdır.